Salam əziz tələbələr, bu gün sizlə çox az rastlaşdığımız, bəzən heç rastlaşmadığımız, amma önəmli olan sualları bölüşürəm. Deməli belə bir sualdır, bu rebus sualıdır. Burada məntiq nədir? Burada əsas məsələ bu içəridəki üçbucaqlardır. Bu üçbucaqlar gördüyünüz kimi düzbucaqlı üçbucaqlardır. Düzbucaqlı üçbucaqların katetlərindən istifadə edəcəyik. Düzbucaqlı üçbucağın katetlərini yəqin ki tanıyırıq. Düzbucağa bitişik tərəfləri katetdir. Bax bunlar katetdir. Düzbucağa bitişik olan tərəflər. Bu katetlər hərəsi bir rəqəmə baxır. Əsas məsələ bu qıraqdakı rəqəmlərdir. Bu qıraqdakı rəqəmlərdən söhbət gedir. Burada 18-in bir kateti 7-yə, bir kateti 11-ə baxır. Deməli 11 ilə 7-dən 18-i alıbdır. Necə ala bilər? Toplayıb ala bilər. 11 ilə 7-ni toplayırıq 18. Məsələn, burada var tutam ki 19-da bir katet 8-ə, bir katet 11-ə baxır. 8 ilə 11-i toplayıram 19 eləyir. 13-də bir katet 4-ə, bir katet 9-a baxır. 9 ilə 4 toplayıram 13 eləyir. İndi A-nı tapanda A-nın bir kateti 12-yə, biri 3-ə baxır. Deməli A 15-dir. 12 ilə 3-ü topladım. B'nin bir kateti 6'ya, biri 8'e baxır. Bunları toplayanda nə eləyir? 14 eləyir. Bu 15 idi, bu 14. C'nin bir kateti 6'ya, bir kateti 1'ə baxır. Bunların da cəmi olur 7. Aşağıda 15 plus 7 çıxaq 14 şəklində yazırıq. Bu da eləyir 8. Burada uşaqlar katetlərin baxdığı ədədləri topladıq. Mümkündür ki, bu çıxma olsun, vurma olsun, bölmə olsun. Yəni bu hər hansısa bir riyazi əməl ola bilər. Sadəcə burada toplama idi. Həmişə toplama olmur. Amma həmişə eyni məntiqdir. Həmişə katetlərin baxdığı rəqəmlərdən istifadə edəcəyik. Deməli belə bir şifrə sualdır. Bu sual asan sualdır. Çox rastlaşmadığımız sualdır, amma 2023-cü ilin qəbul imtahanında düşmüş bir sualdır. Deməli burada məntiq budur ki, gördüyünüz kimi bu belə bir bunun qolları var sanki. Bu sola tərəf əyilir. Bu da sağa tərəf. Bunlar əyiləndə hərəsi gəlir bir yerə düşür. Məsələn, bu tam olaraq əyilsə, bu S hərfi bura, U hərfi bura, F bura, L bura, E də bura düşür. Bu böyük sözündə də B bura, Ö bura, Y, Ü, K. Bu formada düşür. Yəni bunu tam formada əysən, bunun üstünə gətirirsən. Deməli, buradan baxsan ki, M-nin şifrəsi nədir, I-nin şifrəsi nədir, Z-nin şifrəsi nədir, bunları görsən. Sonra eyni qaydada bunu əysən, məsələn, bu gəlir bura düşür. Belə, bax bunlar belə bu ardıcıllıqla düşürlər bura. O birisi də bura. İndi baxırıq, Y ilə F var burada. Bu Y ilə F nəyin şifrəsi idi? Baxırıq, burada Y ilə F Z-nin şifrəsi idi. Ona görə Z hərfini bura qeyd edəcəyik. Y ilə F-nin şifrəsi olaraq. Bu olacaq Z. Ü ilə L var. Ü ilə L-in şifrəsi, daha doğrusu Ü ilə L A-nın şifrəsi idi. Bunu bura qeyd edirik. B ilə S var. Bunlar M-nin şifrəsi idi. Bunu bura qeyd edirik. Ö ilə Ü var. Bunlar da I-nin şifrəsi idi. Ö ilə Ü. Daha sonra Ö ilə U. K ilə də E M-nin şifrəsi idi. Bu qaydada həll edirik. Belə bir şifrə sualdır. Yəni biraz da fərqliyi var, amma çox asan bir sualdır. Bu ola bilər ki, məsələn, adi şifrələrdəki kimi, məsələn, burada nəyinsə şifrəsi olmasın. Məsələn, burada K ilə E-nin uyğun gəldiyi hərf N hərfi idi. Mümkündür ki, K ilə E-yə uyğun gələn bir hərf olmasın. Oranı boş saxlayın. Adi şifrələrdə necə edirik? Məsələn, tutam ki, 3 dənəsini tapmışam, zam. Baxıram ki, zamla başlayan bir dənə variant var. Elə Y variantını götürürəm məsələn, o birisilərə baxmıram. Yəni hər biri olmaq məcburiyyətində deyil. Adi şifrələrdəki kimi nəyinsə olmamağına da hazır olun. Sonra belə bir sual var. Pilləkən sualı. Bəlkə də çoxlarınıza tanışdır bu. Deməli, bu pilləkən sualında məntiq nədir? Deyir, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya da 2 pillə qalxır. 4-cü pillənin sınıq olması onun üzərinə çıxmağı mümkünsüz edir. 10-cu pilləyə çatmanın neçə variantı var? Deyək ki, bu pilləkən ümumiyyətlə sınıq pilləkən yoxdur. Burada elə 10 dənə tərtəmiz, 10 dənə olmasın da 5 dənə olsun, 6 dənə olsun yazıram da. Pillə var.
bu pilləyə çıxmağın ehtimalı sınıq olmasa. İndi bizdən sınığı soruşur. Mən sınıq olmasa necə eləyirlər onu deyirəm. Həm birinci bunu deməklə daha yaxşı başa düşməyinizi sağlamaq istəyirəm. Həm də ki, də yəni birdən elə sınıq düşmədi, elə düz pilləkən düşdü. İndi bunu bilmək lazımdır. Ya bir addım atır, ya iki addım. Yəni ya bir pillə, ya iki pillə. İndi buradan bax, deyək ki, burada olsun döşəmə. Bu döşəmədən bura qalxan adam birinci pilləyə neçə variantda qalxa bilər? Bir variantda. Bir addım atar döşəmədən. Qalxar. İkinci pilləyə neçə addımla qalxa bilər? Bir atıb qalxa bilər. Bir də promoy 2 addım atıb qalxa bilər. Bu ikinci pilləyə qalxmağın ehtimalı. Bu da olsun 2. Üçüncü pilləyə qalxmağın ehtimalı nə qədərdir? 1 gələr. Yəni bir addım atar 1-ə, sonra 2-yə, sonra 3-ə. 1 gələr. Sonra bir addım atar, gələr 1-ə. Birdən də 2 addım atar, gedir 3-ə. Bir də bu ehtimalı var. Sonra döşəmədən 2 addım atar, gələr 2-yə. Sonra bir addım atar, gələr 3-ə. 2-1. Cəmi 3-cü pillənin 3 dənə ehtimalı oldu. 3 dənə. Sonra 4-cü pilləyə baxaq. 4-cü pillənin məsələn tutaq ki, buradan bir addım atar, gələr 1-ə. Sonra 2-yə, 3-ə, 4-ə. Bir versiya budur. Sonra bir addım atar, gələr 1-ə. Birdən 2 addım atar, gedər 3-ə. 3-dən də bir addım atar, gedər 4-ə. Sonra döşəmədən 2 addım atar, gələr 2-yə. 2 addım atar. 2-dən bir addım atar, 3-ə gedər. Bir addım atar, 4-ə gedər. Sonra bir addım atıb 1-ə gələr. Bir addım atar 2-yə gedər. 2-dən də 2 addım atıb 4-ə gedər. Sonra bu bir də 2 addım atar 2-yə gələr. 2-dən də 2 addım atar 4-ə gedər. Cəmi neçədən oldu? Cəmi 5 dənə ehtimal da burada oldu. Diqqət eləsəz əgər 1 ilə 2-nin cəmi 3, 2 ilə 3-ün cəmi 5, Fibonacci ardıcıllığı şəklində gedir. Yəni ilk gələn 2 rəqəmin cəmi 3-cünü verir. İkinci ilə 3-cünün cəmi 4-cünü verir bu şəkildə. Deməli 5-ci pilləyə qalxmağın ehtimalı 5 + 3 8 olacaqdır. 5-ci pilləyə qalxmağın ehtimalı. İndi gəlin 5-ci pilləyə qalxmağın ehtimalını yazaq. Siz də əyani olaraq görün ki, bu 8-dir. 1 5 addımda gəldi 5-ci pilləyə. Bir addım atar gələr 1-ə. 1 oldu elə bir. Bir addım atar gələr 1-ə. Oradan 2 addım atar gedər 3-ə, 2 addım atar 5-ə. Sonra bir addım atar gedər 1-ə yenə. 2 addım atar 3-ə, 3-dən də bir addım atar 4-ə, bir addım atar 5-ə. Sonra bir addım atar gələr 1-ə, 1-dən bir addım atar gedər 2-yə, 2-dən bir addım atar 3-ə, 3-dən də 2 addım atar 5-ə. Yenə bir addım 1-ə, bir addım 2-yə gələr, 2-dən 2 addım atar gedər 4-ə, 4-dən bir addım 5-ə. Sonra yenə bir addım atar 1-ə, 1-dən, qoyun 1 ilə qaldı mı? 1-dən deməli 3-ə getdik, 3-dən də 2 cür getmə variantı var idi. 1-dən 2-yə gəldik, 2-dən də 2, hə, bir də belə ola bilər. 1-dən gələr 1-ə, bir addım atar gələr 1-ə, 1-dən bir addım atıb 2-yə, 2-dən 2 addım atar gedər. Birdən də bir addım atar gedər 2-yə. 2-dən bir addım atar 3-ə. 3-dən 2 addım atar gedər 5-ə. Bu ehtimal da var. Sonra döşəmədən 2 addım atar gedər 2-yə. 2-dən 4-ə 2 addım atar, sonra 1 addım atar 5-ə. Döşəmədən 2 addım atar 2-yə, 1 addım atar 3-ə, 3-dən 2 addım atar 5-ə. Döşəmədən 2 addım atar, gələr 2-yə. 2-dən bir addım atar 3-ə. 3-dən bir addım atar 4-ə. 4-dən bir addım atar 5-ə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Nəysə 2 dəfə yazmamışam ki. Hə, bunu 2 dəfə yazmışıq, bax. Bunu 2 dəfə yazmışıq. Bəli, 8 dənə də ehtimal bu oldu. Yəni bu qaydada davam edir. 5, 8 bura eləyəcək 13. Sonra 8 ilə 13 bura eləyəcək 21. 13 ilə 21 bura eləyəcək 34. Bu şəkildə davam eləyəcək, tapmış olacağıq.
İndi isə baxaq bu proses sınıq pilləkəndə nə cür olacaq, ona baxaq. Deməli, sınıq pilləkəndə də 4-cü pilləmiz sınıqdır. Burada 4-cü sınıq pilləyə qədərki proses də asandır. Sınıq pillədən sonraki proses də asandır. Sınıq pillənin keçmə periodu var. Ora birazca bizi yoracaq. Orada diqqətli olmalıyıq. Deməli, yazaq 10 dənə pillə istəyir bizdən. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 pillə. Görək bunlara çıxmaq neçə variantda mümkündür. Deməli, döşəmədən yenə ya bir addım atır, ya 2 addım. 4-cü pilləmiz də sınıqdır. Elə bilin ki, 4-cü pillə burada yoxdur. 4-cü pilləyə çıxmağın ehtimalı da olmayacaqdır. Bunu çəkək. Döşəmədən birinci pilləyə qalxmağın ehtimalı bir dənədir. Döşəmədən tap bir addım atdı, gəldi 1-ə. Bir dənə ehtimal var. İkinci pilləyə qalxmağın ehtimalı 2 dənədir. Bir addım atar 1-ə gələr. Baxın belə, bir addım atar 1-ə gələr, bir addım atar 2-yə gələr. Bir bu versiyası var, 1-1. Bir də ki, promo ilə 2 addım atar gələr 2-yə. 1-1, bir də 2 addım. 2 versiya da bundadır. Üçüncü pilləyə qalxmağın versiyası. Deməli, bir addım atar 1-ə, bir addım atar 2-yə, bir addım atar 3-ə. 1, 1, 1. Gələr belə. Sonra bir versiya budur ki, bir addım atar 1-ə, birdən 2 addım atar 3-ə. Yəni gəldi bura, 2 addım atdı, getdi 3-ə. Sonra 2 addım atar, gələr 2-yə, 2-dən də 1 addım atar 3-ə. Yəni 2 addım atdı, gəldi bura, 1 addım da atdı, gəldi 3-ə. Bu da neçə versiya oldu burada da? 3 dənə versiya. İndi 4-cü pillə bizdə sınıqdır. 4-cü pilləyə çıxa bilmirik. 5-ci pilləyə nə cür çıxa bilərik? Neçə addımda, neçə versiyada gedə bilərik? Onu yoxlayacağıq. Deməli, 5-ci versiya. 5-ci pilləyə hansı versiyalarda çıxmaq olar? Bir versiya budur ki, bunun ən asan yolu budur ki, elə buradakı sıraların ardından. Baxın, 3-cü pilləyə gəlməliyəm mən 5-ci pilləyə getmək üçün. 3-cü pilləyə gəlməliyəm, 3-cü pillədən 2 addım atıb 5-ə getməliyəm. Başqa versiyam yoxdur. Məsələn, 2-dən 3 addım atıb 5-ə gedənmərəm. 1-dən 4 addım atıb 5-ə gedənmərəm. Ən yaxşı versiya, əlimdə olan versiya, yəni mümkün versiya bir tək 3-dən 2 addım atıb 5-ə getməkdir. Biz bayaq buradakı yazmışdıq ha, bu 3-ə çıxmağın ehtimalları. Bu 3-ə çıxmağın neçə ehtimalı var idi? 3 dənə ehtimalı var idi. Bunu buradan yazmışdıq. Bir də mən buranı yer açım. Bax, bu yazdığım ehtimallar. Bunları nə edirəm? Bir dənə bölünə 2 yazsam işim düzələcək. Yəni bu versiyalarla mən bura kimi yazmışdım ha. Bunlarla zaten 3-ə gəlmək olurdu. Bir dənə də 2 addım atıram hər gəlişdə. 3-ə kimi gəldim, bir dənə 2 addım atdım 5-ə. Bu versiyada gəldim 3-ə, bir dənə də 2 addım atdım, getdim 5-ə. Bu versiyada gəldim 3-ə, bir dənə də 2 addım atdım, getdim 5-ə. Bu formada yəni 5-ci pilləyə gedə bilərəm. Ona görə burada gördüyünüz neçə dənə ehtimal oldu? 3 dənə ehtimal 5-ci pilləyə qalxmağın ehtimalı oldu. 6-cı pilləyə. Bax 5-ci pilləyə bu formada, bu qaydada çıxa bildim mən. 6-cı pilləyə buradan ancaq, yəni 3-dən mən 3 addım atıb 6-ya gələ bilmərəm. Ancaq bu 5-ə gələ bilərəm, 5-dən 1 addım atıb 6-ya gedə bilərəm. Ona görə bayaq yazdığım bu versiya ki var idi. Bunlar 5-ə qalxmağın versiyaları idi də. Bunun böyrünə bir dənə hamısını 1 əlavə eləsəm, 3 dənə də versiya buradadır. Yəni bundan əlavə bir versiyam yoxdur. Çünki məsələn 2-dən 5-ə gəlmək olmur. 2 5-dən 6-ya gedim və yaxud da 6-ya gəlmək olmur. 3-dən 6-ya gəlmək olmur. Ancaq burada 5-dən 6-ya gələ bilərsən. 5-ə kimi də bu qaydada gəlmişik. Bu qaydada gəlmişdik. Bir dənə hamısında 1 addım atdım, getdim 6-ya. Getdim 6-ya bu formada. Ona görə 3 dənə də ehtimal 6-dadır. Buradan o tərəfi də Fibonacci ardıcıllığı şəklində gedəcək, amma yenə də yoxlamaq lazımdır. Mən tövsiyə edirəm ki, həmişə yoxlayın. Ki heç olmasa 3 dənə, 4 dənəsini yoxlayın ki, işiniz rahat olsun. 7-yə gəlməyin ehtimalları nədir? Deməli, mən bayaq 5-ə gəlməyin ehtimallarını yazmışdım. Yəni 7-yə gəlmək üçün mən o 1 2 3-dən sonra ancaq 5-ə gələ bilirəm də, 4-ə gələ bilmirdim axı. 5-dən o tərəfə 7-yə nətər gələ bilərəm? Deməli 5-ə gəlməyin ehtimalları bayaq burada yazdığım, bax bunlardır. Bir dənə buradan birləri silsəm, bunlardır da 5-ə gəlməyin ehtimallarıdır bunlar. Bir dənə buradan
Bunu yazın. Bax, məsələn, bunu bir dənə yazıram. 1, 1, 1, 2. Yəni 1 addım 1-ə, 1-dən 2 addım, üzr istəyirəm, 1 addım 1-ə, oradan 1 addım 2-yə, 1 addım 3-ə, 3-dən 2 addım 5-ə. Bu qaydada gəldimmi, 5-dən 7-yə necə gedə bilərəm? 1 addım 6-ya, 1 addım 7-yə. Bir belə gedə bilərəm. Bir də eyni versiyada gəlmişəm 5-ə, 5-dən də 2 addım atıram, gedirəm 7-yə. Bu. Sonra bunu götürürəm, bir dənə yazıram. 1, 2, 2. Bu nə idi? Bir addım atıb 1-ə gəlmişdim. 1-dən 2 addım atıb 3-ə getmişdim. 3-dən 2 addım atıb 5-ə getmişdim. 5-dəyəmmi? 5-dən necə gedə bilərəm 7-yə? 1 addım 6-ya, 1 addım 7-yə. Bir də eyni şəkildə 5-ə gəlirəm, 5-dən də 2 addım atıram 7-yə. Bu belə. İndi də bunu götürüm yazıram. Buradan bax bu qaydada gəlmişdim 5-ə. Necə gəlmişdim? Bir də təkrar eləyirəm. Deməli, döşəmədən 2 addım atıb 2-yə gəlmişdim. Oradan 1 addım atıb 3-ə gəlmişdim. 3-dən 2 addım atıb 5-ə gəlmişdim. İndi 5-dəyəm. 5-dən 7-yə nətər gedim? 1 addım 6, 1 addım 7, gəldim 7-yə. Eyni şəkildə yenə 5-dəyəm. 5-dən də 2 addım atıram, gedirəm 7-yə. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6 dənə ehtimal oldu. Görürsüz, 3 ilə 3-ün cəmi 6 eləyir. Növbəti olacaq 9. Növbəti olacaq 15. Növbəti olacaq 15 ilə 9-un cəmi 24 dənə ehtimal. Yəni 10-cu pilləyə qalxmağın 24 dənə ehtimalı olmuş oldu.